4 suala keçirik. Modulları izləmək üçün xüsusi ardıcıllıq varmı, yoxsa öz ritmimlə, öz günümə uyğun gedə bilərəm? Modulları izləmək üçün heç bir ardıcıllıq yoxdur. Mən Hisslər Məktəbin bir iştirakçı olaraq alsaydım necə eləyərdim? Özümə maraqlı, tanışlıq videosunu izləyərdim, amma mənə maraqlı olan modulları izləyərdim. Nə bilim, məsələn, təşviş içərisindəyəmsə, təşvişlə bağlı hisslərə baxardım. Yas duyğusunu keçirirəmsə, yəni açıq bu yas duyğusunu izləyərdim. Necə ki, sən uşaq olanda valideynlərin sənin qarşına qoyub bu budur, həyatda filan şey, bəhmən şey var demir. Sən yaşayaraq bunları öyrənirsən. Kimlənsə oynayırsan və bu vaxtda səni incidən bir hərəkət eləyir və ideal senaryo bu olur ki, valideynin bu haqda səndən danışır, bir şey soruşur, sənə bir şeylər izah edir. Hisslər Məktəbi də, yəni məsələn, mən bunu tam da bu şəkildə istifadə eləyərdim. Ehtiyacım olan yerlər üzərinə dayanardım ki, biz insanıq, yəni mümkün deyil nələrəsə də ehtiyacımız olmasın. Sadəcə bu dəqiqə ya sonrasına qədər bəlkə sevinci öyrənmək istəyirəm, ona maraqlıyam, bəlkə müqayisə edirəm özümü çox. Birbaşa oradan başlayardım. Yəni bu səbəbdən heç bir ardıcıllıq yoxdur. Ürəyim rahat olsun.